Pakistanın baş naziri Şahbaz Şərifin bugün və sabah Azərbaycanda olması xəbərindən çıxış eləyərək hərbi ekspert Ramil Məmmədli ilə bütün bu nüansları ayrı-ayrılıqda təhlil eləyəcəyik. Ramil bəy, zəhmət olmasa təşrif buyurun masamızın ətrafına. Hər vaxtınız xeyir olsun. Xoş gördük sizi. Hər vaxtınız xeyir. Təşəkkür edirəm. Çox sağ olun. Evet. Ramil bəy, sujetdə qısa şəkildə toxunduq, amma əminəm ki, bu barədə daha çox danışmağa ehtiyac var və sizin də söyləmək istədikləriniz mövcuddur. Bəllidir ki, bugün Azərbaycan, Türkiyə, Pakistan birlikdə həmin o liderlər səviyyəsində paradı izləyəcəklər. Həm də hər ölkədən hərbçilər də olacaq, qırıcıların da şousu keçiriləcək. Hansı texnikaların nümayiş etdirilməsi hədəfdədir və təbii ki, bunun da bir səbəbi var, verdiyi bir mesaj var. Detallı şəkildə toxunaq bunlara. Əlbəttə ki, Türkiyə və Pakistan prezidentlərinin qələbəmizin 5 illik münasibəti ilə keçirilən hərbi paradda iştirakı sadəcə bir siyasi xarakter daşımır. Bu, həm də özündə hərbi, siyasi və hərbi texniki əməkdaşlığı ehtiva edir. Yəni, bu iki ölkə ilə Azərbaycan arasında çox ciddi hərbi texniki əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq uzun illərə dayanır. Demək olar ki, Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərində biz Türkiyənin və Pakistanın istehsalı olan silah və texnikaları görə bilərik. Həmçinin Azərbaycan ordu birləşmələrinin müxtəlif qoşunları, müxtəlif bölmələri zaman-zaman həm müharibədən əvvəl, həm müharibədən sonra həm Türkiyənin, həm Pakistanın təlim mərkəzlərində, ixtisas artırma mərkəzlərində təlimlər keçmişlər, öz ixtisaslarını, təcrübələrini daha da genişləndirmişlər və bundan başqa birgə hərbi təlimlərin də saysız sayda, biz çoxlu sayda keçirildiyinin şahidi olmuşuq. Bu baxımdan Azərbaycan ordusunun nümunəvi keçidini izləmək və bu keçiddə həm də öz hərbi birləşmələrini görmək və öz ölkələrinin hərbi texnikalarının nümayiş etdirilməsini görmək əlbəttə ki, həm Türkiyə, həm də Pakistan dövlət başçıları üçün olduqca əhəmiyyətlidir. Bu, həm də bu üç ölkə arasında hərbi ittifaqın nümayiş olunmasıdır. Əlbəttə ki, Azərbaycan adı çəkilməli və yaxud da çəkilməsi məqsədə uyğun hesab olunmayan bir sıra hərbi və hərbi texniki sahələrdə, xüsusən hərbi texniki sahələrdə bu ölkələrlə əməkdaşlıq formaları var, layihələri var. Və ən iri layihələrdən biri Pakistanla, biz Türkiyə haqqında danışsaq daha uzun danışmalıyıq. Ona görə Pakistandan başlayıram. Pakistanla hərbi texniki əməkdaşlığımızın pik hazırki mərhələdə pik ən uca, belə deyək, mərhələsi, vəziyyəti GF-17 çox təyinatlı döyüş təyyarəsinin Azərbaycan ordusunun silahlanma sıralarında, arsenalında istifadə olunmasıdır. Artıq bu layihə, bu addım, bu satın alma prosesi demək olar ki, yekunlaşıb. Biz bununla dünyanın ən müasir döyüş, hava döyüşü imkanlarına malik olan bir ölkəyə çevrildik. Pakistan bu istiqamətdə ixtisaslaşmış ölkələrdən biridir. Biz bilirik ki, uzun illərdir o da qonşusuyla hərbi münaqişə səviyyəsindədir və çoxlu sayda hava döyüşləri gedib. Yəni, GF-17 döyüş təyyarəsi sınaqdan çıxmış döyüş ənənələri olan, artıq belə deyək, öz imzası olan bir döyüş təyyarəsidir. Və bununla yanaşı olaraq, əlbəttə ki, Azərbaycan ordusunun Pakistanla bir sıra hərbi texnologiyaların modernləşməsi layihələrində də birgə iştirakı mövcud olmuşdur. O ki, qaldı Türkiyə. Türkiyə ilə bağlı mən bir ad-ad çəkmək istəmirəm, amma deyə bilərəm. Məsələn, əsas məqamları deyə bilərəm. Biz Türkiyə ilə hərbi texniki sahədə həm artilleriya qurğularının, haubiçaların satın alınmasını həyata keçirmişik. Yəni, Azərbaycan ordusunun istifadəsində var. Həm reaktiv yaylı atəş sistemləri
yəni el arasında buna qrat deyirlər. Reaktiv yaylım atəş sistemlərinin satın alınmasını həyata keçirtmişik. Həmçinin bununla yanaşı olaraq pilotsuz uçuş aparatlarının layihələndirilməsi, yaradılması prosesləri, yəni söhbət Bayraktar TB2 pilotsuz uçuş aparatının, sonra Akıncının və digər bu istiqamətdə işlərin genişləndirilməsinin, həmçinin Türkiyənin iri şirkətlərindən biri olan rabitə qurğuları, sistemlərinin yaradıcılarından biri olan Aselsanla əməkdaşlıq istiqamətində uzun illərə dayanan bir təcrübəmiz var. Yəni bir sözlə bugün artıq bizim zamanında, yəni səsləndirdiyimiz, elə mənim özümün də zamanında səsləndirdiyimiz ki, fikirlər var idi ki, Türkiyə və Azərbaycan, Türk dövlətləri, digər Türk dövlətlərinə və dost, qardaş ölkələrə nümunə kimi müdafiə sənayesi sahəsində birgə layihələrə start verməlidir. Məhz bu parad, bu hərbi paradda biz bəzi texnikaların birgə layihələndirmə əsasında həyata keçirildiyini, yaradıldığını və bu günləri həm müharibə dövründə istifadə olunduğunu, həm müharibədən sonra digər əməliyyatlarda təqdim edirik siz danışarkən. Bəli, əməliyyatlarda istifadə olunduğunu biz hazırda reaktiv yaylım atəş sistemlərindən birinin keçidini izləyirik. Arxadakı da reaktiv yaylım atəş sistemidir. Bu isə digər qonşu ölkənin istehsalıdır. Yəni, Azərbaycan ordusu artıq özünün hərbi texniki potensialına görə və şəxsi heyətin, canlı qüvvənin döyüş hazırlığına görə artıq dünyanın nümunəvi ordusuna malik olan ölkələrindən birinə çevrilib və paralel olaraq da əlbəttə ki, bu istiqamətdə müdafiə sənayesinin də stimullaşdırılması, gücləndirilməsi və bu istiqamətdə aparılan layihələr də buna işarədir, orduya dəstəkdir. Mən bir məlumatı da, belə deyək, məlumatı təkrar olaraq əlbəttə ki, bu informasiya yayılıb. Azərbaycanda müdafiə sənayesi sektorunun özəl, yəni şəxsi, özəl şirkətlərlə davam etdirilməsi, yəni bu prosesdə artıq özəl sektorunda iştirakı Azərbaycan müdafiə sənayesinin xarici, müasir texnologiyaların Azərbaycana gətirilməsinə bir təkan verir. Bu da Azərbaycan ordusunun inkişafına öz töhfəsini verəcək. Ümumilikdə biz belə yanaşmalıyıq. Artıq xaricdən də belə görünür. Türkiyə, Azərbaycan və Pakistan faktiki olaraq real hərbi ittifaqın bir tərkib hissəsinə çevriliblər və bir çətir altında birgə addımlar atırlar. Və bu prosesin gələcəkdə daha da genişlənəcəyi, böyüyəcəyinin şahidi olacaq. Ramil bəy, siz artıq texnikalarla bağlı kifayət qədər təhlillər apardınız, amma bizim az öncə də studiyada vurğuladığımız bir nüans var idi. Bugün Azərbaycanın yanında olan iki ölkəyə diqqət yetirəndə biri nüvə baxımından kifayət qədər aktiv və öndə olan ölkələrdən biridir. Digəri də NATO ölkəsidir. Azərbaycan bugün daha çox Türkiyə ilə bu müstəvidə əməkdaşlıq edir. Yəni, Azərbaycan prezidenti də elə NATO nümayəndələri ilə görüşərkən dedi ki, biz NATO ordu sisteminin inteqrasiyası istiqamətində işlər görür. Türkiyə ilə də sıx əməkdaşlıq edirik. Həm nüvə dövləti, həm də NATO ölkəsi olan iki ölkəni, yəni qarşımıza götürəndə, bu barədə təhlillər aparanda əslində bizim üçün yaradacağı imkanlar nələrdən ibarət olacaq? Hansı istiqamətdə? Hərbi yoxsa hərbi texniki, döyüş hazırlığı baxımından, yoxsa hamısını birlikdə də müəyyən qədər, vaxtınız çatdığı qədər danışa bilərik. Qısaca deyəcəm. Ümumiyyətlə, informasiya üçün, məlumat üçün deyim ki, belə deyək, standart dedikdə hər bir ölkənin özünün ordu standartı mövcuddur. Hətta NATO-ya üzv olan ölkələrin ordu strukturlarının standartı da fərqlidir. Söhbət hərbi texniki baxımdan standartdan gedir. Əlbəttə ki, Azərbaycan uzun illər əvvəl, 1997-ci ildən, təxminən 98-ci ildən başlayaraq bu standart istiqamətində öz işlərini
həyata keçirtməyə başladı. Və hətta deyərdim ki, 1994-cü ildə ümummilli lider Heydər Əliyevin belə deyək, birbaşa, yəni bu iştirakı ilə Türkiyə ilə strateji əməkdaşlığa dair müqavilə imzalanmışdı. Bunun da tərkib hissələrindən biri hərbi əməkdaşlıq idi və orada elə dolayısıyla bizim bu istiqamətdə fəaliyyətimiz nəzərdə tutulurdu. Əsas məqam biz hərbi texniki məsələyə yönəltməliyik. İndi etiraf etmək lazımdır ki, bugün dünyanın əsas texnoloji uğurları, yəni fundamental olaraq, yəni ən azı 20-ci əsrdə və 21-ci əsrin biz əvvəlində biz qərbdə bunu görürük. Qərb ölkələri bu və ya digər formada bu texnologiyalara malikdirlər. Təbii ki, siz sual verə bilərsiniz, bəs Çin, bəs Koreya, bəs Yaponiya. Əlbəttə ki, bunların da müəyyən məsələlərdə imzaları var, amma daha əvvəl onlardır. Yəni, ən strateji silahların, həm taktik raket komplekslərinin, taktik raketlərin, yəni yer-yer tipli yaradılması, həm nüvə silahının başlığının, aviabombaların və bütün digər adını bir-bir çəkmək istəmədiyim məhsulların yaradılması onlarladır. Digər tərəfdən də müasir ordu sistemində bu texnologiyaların istifadə olunması, daha doğrusu əraziyə uyğun olaraq daha uyğun, uğurlu məhsulların istifadəsini də onlar daha uğurlu şəkildə, daha üstün şəkildə həyata keçirirlər. Bu baxımdan Azərbaycanın qarşısında duran məsələlərdən biri də həm də qərb texnologiyasını, yəni NATO dedikdə biz əslində qərb nəzərdə tuturuq. NATO'nun heç bir üzvü Asiyada yerləşmir. Bu qərb texnologiyasını mənimsəməyə çalışırıq. Bugün Azərbaycan bu mənimsəmə prosesi müdafiə sənayesi sektorundan ilk növbədə başlamalıdır. Əlbəttə ki, Azərbaycan ordusu qərbdən müəyyən satın almalar həyata keçirib. Amma bu, gələcəkdə müəyyən asıllığın formalaşmasını yarada bilər. Amma özümüzün istehsalı olsa, bu problemlər artıq aradan qaldırılır. Yəni, belə sadə dildə desək, bəli, məsələn, deyək ki, bugün Azərbaycan ordusunun milli silahının, yəni əsas silahının, ordunun, əskərin əlində olan əsas silahın adı AZ-762-dir. Bu, Kalaşnikov AK-47-nin 103-ün bazasında yaradılan silahdır. Kalibri, çapı 7.62-39-dur. Amma NATO'nun silahlarının kalibri, yəni kiçik çaplı 5.56-45-dir. Biz 5.56-45-ə keçidi həyata keçirə bilərik. Qərbdən, deyək ki, M4, M16 və digər avtomatları, silahları alıb gətirə bilərik. Türkiyədən MPT-76-nı. Amma məsələ burasındadır ki, onun gündəlik istifadəsi üçün, davamlı istifadəsi üçün biz onun mərmilərini istehsal etməliyik. Bu baxımdan hesab edirəm ki, bu proses paralel olaraq getməlidir. Yəni, təkcə, deyək ki, hansısa bir məhsulun alınması deyil, həm də bunun gələcəkdə yaradılması, modernləşdirilməsi və s. işlərini də Azərbaycan həyata keçirməlidir. Bu baxımdan Azərbaycan dövləti həm ordu qarşısında, həm də müdafiə sənayesi sektoru qarşısında məhz bu tələbləri qoyub və bu istiqamətdə də işlər aparılır. Amma bu qısa müddətdə həyata keçirilə biləcək proses deyil, uzun müddətli bir prosesdir. Bu baxımdan hesab edirəm ki, mərhələ-mərhələ, addım-addım gələcəkdə, sülh dövründə Azərbaycan silahlı qüvvələri bir neçə istiqamətlərdə bu işləri həyata keçirəcəklər və gələcəkdə Azərbaycan Türkiyənin qərblə əməkdaşlığı təcrübəsindən bəhrələnəcək, lazım olan məhsulları oradan alacaq. Pakistan da dolayısıyla qərb texnologiyasını mənimsəyib, yəni böyük əksəriyyəti texnologiyaları, qərb texnologiyasıdır və özünün də yaratdığı var, kəşfləri var, filanları var və sonunda əsas məqsəd nədir? Əsas məqsəd daha müasir texnologiyalara malik olmaqdır. Yəni, məsələn, Çinin istehsal elədiyi müasir zenit raket kompleksli Q-9, deyək ki, daha müasir texnologiyadır. Hava hücumundan müdafiə sisteminə daxil olan avadanlıqlardan, qurğulardan biridir. Çin qərb deyil ki, amma müasir olduğuna görə biz Çindən onu aldıq. Və yaxud da CF-17 qərb texnologiyası deyil, şərq texnologiyasıdır, amma onu aldıq. Yəni, bu baxımdan hesab edirəm ki, Azərbaycanın üstünlüyü odur ki, Azərbaycan həm qərblə, həm şərqlə əməkdaşlıq edərək
özünün modelini formalaşdırır və bu istiqamətdə də inkişaf edir. Yeni bir xəbər var. Həmin o xəbəri tamaşaçılarla bölüşüm. Daha sonra sizinlə buna dair müzakirəni də davam etdirəcəm. Və 2026-cı ildə dövlət büdcəsindən müdafiə və təhlükəsizlik xərcləri üzrə 8 milyard manatdan çox vəsait nəzərdə tutulub. Milli Məclisdə hüquq siyasəti və dövlət quruculuğu, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, insan hüquqları, regional məsələlər komitələrinin birgə iclasında buna dair açıqlama verilib və komitə sədri Arzu Nağıyev deyib ki, bu xərclər büdcənin 21%-ni təşkil eləyir. Eyni zamanda bu xərclərlə cari illə müqayisədə də o 318 milyon manatdan çoxdur və büdcədən bu istiqamətdə ayrılan xərclər Azərbaycanın daxili sabitliyini, müdafiə qabiliyyətini və regional təhlükəsizliyini gücləndirəcək. Regionda və dünyada müşahidə etdiyimiz proseslər göstərir ki, təhlükəsizlik anlayışı artıq yalnız hərbi sahə ilə məhdudlaşmır. O, həm də informasiya müharibələrinə, kiber təhlükələrə və sərhəd mühafizəsinə, ictimai sabitliyin qorunmasına, eləcə də fövqəladə hallara operativ reaksiya vermək bacarığına əsaslanır. Elə bu barədə də istəyərdim ki, Ramil bəy, sizin fikrinizi öyrənim. 8 milyard manatdan çox vəsaitin ayrılması gözlənilir ki, bu da büdcənin 21%-ni təşkil edir. Kifayət qədər böyük rəqəmdir. Daha da böyüyəcək, Çinar xanım. Dünyada hərbi büdcələr, dövlətlərin hərbi büdcələri getdikcə artır. Bunun belə deyək, səbəbləri var. Bunun real səbəbləri var. Deyək ki, vaxtı ilə hansısa bir məhsulun qiyməti, mən ad çəkmək istəmirəm, hansısa bir məhsulun qiyməti $1000 və yaxud da 1000 evroydusa, 1000 avroydusa, bu gün həmin məhsulun qiyməti 2000, 2500, 3000 avrodur. Burada əsas səbəblərdən biri əlbəttə ki, dünyada baş verən qarşıdurmalar, iri dövlətlərin, böyük dövlətlərin əsas xammal ehtiyatına malik olan dövlətlərin, istehsala malik olan dövlətlər arasında olan qarşıdurmalardır. Adını demək lazımdır, Ukrayna müharibəsi. Yəni, bu baş verən hadisələr artıq hərbi texnoloji avadanlıqların, silah sursatların, mərmilərin və s. qiymətini kosmik şəkildə artırır. Bu təbii bir proses halına alıb. Yəni, məqsədli deyil. Tələbat böyükdür. Böyük bir ərazidə müharibə gedir. Təxminən 2000 kilometrə yaxın bir ərazidə, radiusda müharibə gedir. Təkcə bir yerdə deyil. Həm bu Afrikaya aiddir, digər ölkələrdə də var. Döyüşlər gedir və tələbat artır. Tələbat artdıqda artıq məhsulların qiyməti də artır və üstə gəldə həmçinin xammala və istehsalı böyük olan ölkələr də eksporta, ixraca müəyyən məhdudiyyətlər qoyublar. Bu baxımdan Azərbaycanın hərbi büdcəsinin getdikcə artması gözləniləndir. Hətta Azərbaycan bu günləri aldığı bəzi məhsulların Azərbaycanda istehsalına nail olsa belə, Azərbaycan Müdafiə Sənayesi sektorunda, Nazirliyinin müəssisələrində bunun istehsalına nail olsa belə, yenə də həmin məhsulların qiyməti artacaq və bu da büdcənin artmasına gətirib çıxarır. Digər tərəfdən də, axı hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də məhz həmin büdcədən ayrılmalar həyata keçirilir. Bu baxımdan, yəni biz qarşıdan gələn illərdə bu məbləğin daha böyüyəcəyinin şahidi olacaq. Ramil bəy, təşəkkürümüzü bildiririk. Mən təşəkkür ederim. Studiyamıza gəldiyiniz üçün, fikirlərinizi bölüşdüyünüz üçün. Və biz artıq bir neçə istiqamətdən danışdıq. Zəfər paradı ilə bağlı, yəni qələbənin 5 illik yubileyinə həsr olunan hərbi paradla bağlı fikirləri səsləndirdik və Azərbaycan daha çox nələri nümayiş etdirəcək, ümumiyyətlə bugün Azərbaycan ordusunda hansı işlər görülür, müdafiə xərcləri hansı səbəbdən artırılıb, belə bu dəqiqələrdə verilən açıqlamaya da diqqət yetirdim ki, büdcənin təqribən 5də birini müdafiə xərcləri təşkil eləyəcək, 21%-ni daha dəqiq desək və 8 milyard manatdan çox vəsait nəzərdə tutulub 2026-cı ildə müdafiə və təhlükəsizlik xərcləri üçün.